Demək çox asandır. Deyək ki, səbirləmək yaxşıdır, əladır. Amma əmələ gələndə çox çətin olur. Səbri tətbiq eləmək doğrudan mümkündür. Səbirdən danışam, çıxanda bayrağı üstünür, bir dənə daş vurasan başıma çıxam səbirdən. Çox asandır demək. Amma əmələ gələndə onu eləmək, ki, xüsusilə Həzrət Rasulullah buyurur ki, əs-səbru thəlathatun. 3 yerdə səbirli olub olmamağımız bilinər. O 3 yerdə səbir eləyə bilirsiniz. Peyğəmbər buyurur, səbir elə budur. Nədir olar ya Resulallah? Əs-səbru indəl musibə. Bir əziziniz və yaxınınız dünyasını dəyişəndə Allaha asi düşməyin. Şükür eləyin Allah. Əs-səbru indət ta'a. İtaət zamanı səbir eləyin. Əs-səbru indəl ma'siyə. Bir də buyurur, günah zamanı səbir eləyin. Əgər bu 3 yerdə səbir eləyə bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və aleyh buyurur ki, onda siz olarsınız səbirli. Yox, elə səbirdən danışırıq, bu 3 dənənin heç birində səbir eləmiriksə, onda biz oluruq bəbirli. Səbirli olmur da başqa cür olur. Odur ki, məsələ budur, onu həyata keçirmək. Və bu örnəklərə baxaraq onlardan ibrət götürmək. Həzrət Əmir Əl-Müminin əleyhissalam kimi şəxsiyyətlər və Həzrət Əmir Əl-Müminin əleyhissalama oxşayan və oxşamaq istəyən digər nümunəvi səhabələr kimi. Ki, bu cür adamlar olublar, lazımı yerdə səbr eləyiblər, lazımı yerdə dözüblər və lazımı yerdə də danışıblar. Baxın, biz bəzən müəyyən məsələlər olur. Elə bilirik ki, məsələn, indi 5 nəfər, 10 nəfər çətinliyə düşsə, problemə düşsə, bu məsələ həllini tapacaq. Amma məntiq və ağıl bunu tələb edir ki, birinci mərhələdə insan gərək o 5-10 nəfəri problemə salmadan məsələnin həlli yolunu düşünsün. Mən bir dənə iş görürəm, sən qalırsan keşməkeşdə, sən qalırsan çətinlikdə. Birinci variant budur ki, insan o yolu tapa ki, mən bir dənə addım atım, bu problemi və çətinliyi bir cür həll edeyim ki, heç kim çətinliyə düşməsin. Əksinə mən düşsəm də qutarım. Mən çətinliyə düşsəm də kimisə qutarmış olum. Yoxsa elə eyni zamanda həm özüm düşüm, həm də özümdən sonra 5 dənə dostumu salım, bu çıxış yolu deyil və nəticə də yoxdur. Da buna bir qiymət verməzlər ki, nəticə də yoxdur. İnsanla bölər də nəticə olsa, nəticə də yoxdur. Onda nətər olur? İslamın ilk hicrəti hardan har olub? Bağışlayın, olmayıb, heç elə bir şey deyirsən, üzr istəyirəm, hə. Məkkədən Həbəşəyə, Mədinədən qabaq bir dənə hicrətimiz var idi ki, müsəlmanların ən çətin vaxtları idi. Həzrət Rəsulullah bir qrup müsəlmanı göndərmişdi Həbəşistana. İlk hicrətimiz oraya idi. Orada da müəyyən çətinliklər oldu. Müsəlmanların əsir tutdular, müəyyən problemlər oldu filan. O əsirlərin içində bir dənə Əbdullah adında şəxs var idi. Əbdullah adında şəxs var idi. Onlar da Məsihi idilər. Bilirsiniz də, o mühacirlər gedəndə şahın onlara verdiyi suallardan biri Həzrəti İsa'nın barəsində idi ki, görək bunlar Həzrəti Məsihə necə baxırlar. Onlar da Məsihi əqidəli idilər, Xristiyan dinində idilər. Müsəlman əsirlərinə deyirdilər ki, gəlin, Xristiyanlığı qəbul eləyin, sözü buraxaq. Gəldilər, bir kişi var idi, Abdullah adında, tutdular onun yaxasından. Məsələn, elə götürək Abdullahın özünü. Gəl elə, Abdullah, sən, gəl Xristiyanlığı qəbul elə. Dedi, yox, mən qəbul eləmərəm. Başqa bir dənə əsiri götürdülər, böyük bir dənə qazan qoymuşdular, deyir. İçində doldurmuşdular zeytun yağı ilə, onu qaynadırdılar. O tərəfi götürdülər, atdılar o qaynayan yağın içinə. Bu da əridi, yox, sümüyü də əridi. Abdullaha dedilər, əgər Məsihiyyəti qəbul eləməsən, səni də atacaq o qazana.
Abdullah başladı ağlamağa. Dedilər ki, hətta heç bunu nə qazana atmağa ehtiyac var, nə də bir şey. Əgər bu qorxdusa da bıraxın geçsin. Ağlayır Abdullah. Bu sözü eşitəndən sonra başladı gülməyə. Böyle qalıblar böyle de, yani o vaxt bu termin yox idi. Olsaydı o başçıları deyər ki, Abdullah məzələnirsən bizin, axı bir fikri bildir görəksən, ağlayırsan, gülürsən, nədir sənin fikrin qardaş? Dedik, bilirsiniz niyə ağladım və niyə güldüm? Dedilər, niyə? Dedik, gülməyim sizin sözünüz idi ki, elə bildiniz ki, qorxmuşam. Ağlamağım buna görə idi ki, Allah, niyə mənə bir dənə ömür vermirsən? Kaş tüklərimin sayı qədər mənə ömür verəydin, bu imtihanlardan verəydin. Məni hər dəfə ataydılar yağ qazanına, ərideydilər, məni dirildəydin, deyirdilər, İslamı seçirsən, Məsihiyyəti, mən deyirdim İslamı, bir də məni yandıraydılar. Buna narahatam. Niyə bu imtihandan bir dənə verirəm mən Allahın qabağında? Niyə elə bir dəfə, bir dənə canım var mənim? Kaş bunu tüklərimin sayı qədər verə biləydim. Bunun bu sözündən çox xoşları gəldi bunların. Çox xoşları gəldi. O başçı dedi ki, Abdullah, yəni istəyirlər xar eləsinlər də bunu bir növ utandırmaq üçün, belə də beqoli, sındırmaq üçün. Dedi ki, Abdullah, gəl mənim başımdan öp, səni azad eləyim. Bu sözü 2 dəfə təkrar elədi, 3 dəfə təkrar elədi. Abdullah dedi, yox, yaşamaq baş öpməyə dəyməz. Kişiyə bax, yəni baş öpərək yaşamaqdansa elə azad ölmək yaxşıdır. İmam Hüseyin əleyhissalamın dediyi söz kimi. Qul olaraq yaşamaqdansa azad ölmək yaxşıdır. Dedi, yox, bu həyatın o qədər dəyəri yoxdur ki, mən kiminsə qabağında bir belə zəlil olum, gəlin başından öpüm ki, yaşayacağım. Yox, o həyat ona dəyməz. Amma kişi kimi ölməyə dəyər. Biraz da xoş gəldi bunun bu rəftarı bunlara. Dedilər ki, elə bir dənə məsələ tapaq ki, Abdullah bunu eləsin. Elə bir dənə məsələ tapaq ki, Abdullah bunu eləsin. Bir nəfər yaxşı bir təklif verdi. Başçı da o təklifi deyən kimi Abdullah dedi ki, mən ona razıyam. Nə idi o təklif? Dedi ki, Abdullah, da özün azad olmaq istəmirsən heç. Yaşamaq da istəmirsən heç. Ölmək istəyirsən, bu da heç. Bir dənə başımı öp, 70 dənə müsəlman əsiri azad edəcəyim. Dedi, onda başımı mən səninlə 70 dəfə də öpərəm. Təki sən müsəlmanları azad elə. Mənim özüm bir şey deyiləm. Amma əgər mən 70 nəfərə azad eləyə biləcəyəmsə, onda mən razıyam. Və gəldi onun başından öpdü, 70 dənə müsəlmanı azad elətdirdi. 70 dənə müsəlmanı azad elətdirdi ki, əlbəttə qabaq bu cür idi də, indi bu cür deyil. İndi məsələn Abdullahlara deyirlər ki, Abdullah, bu sənədə qol çək, dostlarını da bıraxacaq sənin, əsirlikdən azad edəcək. Abdullah da o sənədə qol çəkir, Abdullah'a da basırlar ömürlük, dostlarını da. İndi daha qabaqkindən deyil də, indi Allah qolu çəkdirirlər, sonra hamısını da tuturlar. İndi daha biraz fərqlidir də. O vaxt heç olmasa bıraxırdılar, o xristiyan da olsa elə deyirdi, eləyirdi. İndi daha heç ona nə yahudilər əməl eləyir, nə bütpərəstlər, nə müsəlmanlar, heç bir əməl eləmirlər. Çətin o imzanı atana candır, ondan sonra da elə hamısı gedir. Bu şeylərin hamısı səbirlə əldə olunur. Mövzumuz qalsın, gələn həftəyə əgər inşallah ömür vəfa eləsə.